Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Mövzumuz Qur'an-ı Kərimin təfsiridir. Bəqərə surəsini təfsir edirik və yetişdik 87 və 88-ci ayələrə. Və keçən cələsələrimizdə qeyd etdiyimiz kimi bu ayələr Yəhudilər haqqında, Bəni İsrail haqqında olan mövzulardır. Onların əhdlərindən söhbət elədik və gəldik, yetişdik 87-ci ayəyə. Bu ayədə Allah Teala buyurur: Bismillahirrahmanirrahim və ləqəd ətəynə Musəl kitab və qəffəynə min bə'dihi bir-rusul və ətəynə İsa ibn Məryəmə bil-bəyyinat və əyyədnahu bi-ruhil qudus əfəkulləmə cəəkum rasulun bimə la təhvə ənfusukum istəkbərtum fəfəriqən kəzzəbtum və fəriqən təqtulun. Allah Teala bir daha Bəni İsrailə xatırladır ki, ey Bəni İsrail, biz Həzrəti Musa əleyhissalamı göndərdik, Həzrəti İsa əleyhissalamı göndərdik, onu Ruhul Qudusla təyid etdik və bunlar hökm gətirdilər. O hökmlər ki, sizin, belə deyək, həvai nəfsinizə uyğun gəlmədi, Allahın o hökmləri, sizin bəziləriniz onları dandınız, bəziləriniz isə onları öldürdünüz. Bu mənadakı Bəni İsrail oğulları çox peyğəmbərlər öldürmüşdülər. Və nəticədə bəhanəniz nə oldu? Və qalu qulubuna qulfun bəllənəhumullahu bi kufrihim fəqalilən mə yu'minun. Bəhanəniz nə oldu? Bəhanəniz bu oldu ki, dediniz bizim qəlblərimiz zincirlənibdir. Onlar dediyini biz başa düşmürük. Allah da onların bu bəhanələri ki, küfür idi, onların bu küfürlərini xatir onları lənətlədi, öz rəhmətindən uzaqlaşdırdı və buyurdu ki, sizdə iman gətirənlər azdır. Və məsələyə bu cür davam eləyək ki, Allah Teala hər bir əsrdə öz peyğəmbərlərini göndərib və öz risalətini orada, belə deyək, icra elədibdir. Bu ayədə olduğu kimi Allah işarə eləyir və ətəynə Musal kitabə. Həzrəti Musaya biz kitab verdik. Təbii ki, kitabdan məqsəd Tövrat kitabıdır. Və qəffəynə min bə'dihi bir-rusul. Və ondan sonra da bir-birinin arxasınca biz peyğəmbərlər göndərdik. Peyğəmbərlər göndərdik ki, bu Həzrəti Musa əleyhissalama verilən kitabları onlar da öz zamanlarında izah ediləsin. Məsələn, hansı peyğəmbərləri göndərdik? Davud əleyhissalamı, Süleymanı, Yuşi, Zəkəriyya və Yəhya əleyhissalam və bir sıra digər peyğəmbərlər. Və həmçinin Həzrəti İsa əleyhissalamı da göndərdik, ona da açıq, aşkar dəlillərlə göndərdik. Bəyyinat, yəni açıq-aşkar dəlillər, o dəlillər ki, səbəb olurdu insanların hidayətinə. Və əyyədnahu bi ruhil qudus. Ruhu qudusla da Həzrəti İsa'nı təyid elədik. Fəkulləmə cəəkum rasulun bimə la təhvə ənfusukum istəkbərtum. Siz neynədiniz? Hər bir zamanda ki, peyğəmbərlər gəldi, siz başladınız onların qarşısında özünüzü təkəbbür eləməyə, böyük göstərməyə. Bu mənadakı onların gətirdiyi hökmlər ki, sizin həvai nəfsinizə zidd idi, bunları nədir? Qəbul eləmədiniz. Fəfəriqən kəzzəbtum və fəriqən təqtulun. Keçən ayələrimizdə də, bəhsimizdə də işarə elədik. Bəzi hökmləri qəbul eləyirdiniz, bəzi hökmləri qəbul eləmirdiniz. Allahın hökmləri elə bir hökmlərdir ki, gərək əvvəldən axıra %100 qəbul olunur. Sizin bu şeyləriniz səbəb oldu. Allah sizi öz rəhmətindən uzaqlaşdırır. Nəticə etibarilə dediniz, bizim qəlblərimiz, məsxərə elədiniz, lağ elədiniz peyğəmbərlərə ki,
onları bizim qəlblərimiz zincirdədir, bizim qəlblərimiz korlanıbdır. Allah da dedi, bu küfrünüzə görə Allah sizə lənət eləsin. Mümkündür, onların, Allahın onlara lənət olması iki səbəbdən ola. Biri peyğəmbərləri danmaqlarına görə, digəri isə bizim peyğəmbərlə bir dövrdə yaşayan yəhudilərə işarə ola bilər ki, bizim peyğəmbəri də əziyyət elədilər və ondan çox çətin davrandılar, ləcazətbazlıq, inad elədilər və bu kimi şeylər. Allah hər bir əsrdə ayədən nəticə alındığı kimi öz peyğəmbərlərini göndərdi ki, ümmət boş qalmasın. Müminin surəsinin 44-cü ayəsində Allah Teala işarə eləyir: "Summa ərsalna rusulana tətra kullama ca'a ummetin rasuluha kazzabuhu fa'atba'na ba'zahum ba'zan." Sonra biz bir-birinin arxasınca peyğəmbərlər göndərdik və hər bir zamanda hər bir peyğəmbər bir ümmət üçün ki, gəlirdi, siz onları dandınız. Ümmətdən məqsəd burada məsələn müsəlman, yəhudi, xristian ümməti kimi bəzi vaxt böyük ümmətlər də nəzərdə tutulmur. Ola bilər böyük bir ölkə olsun, ola bilər böyük bir nəsillər, böyük bir şəhərlər olsun, böyük bir tayfalar, qovm, Səmud, Ad bu kimi tayfalara da işarə olunsun. Buyurdu ki, fəətbə'nə bə'zəhum bə'zən və biz onları göndərdik, bir-birinin arxasınca qərar verdik. Nəhcül Bəlağədə də Əli əleyhissalam peyğəmbərlərin beysətinin məqsəd və hədəfini bu cür izah edir ki, nə üçün Allah Teala peyğəmbərlər göndərirdi. Buyurur: "Fəbəsə fihim rusuləhu və tara iləyhim ənbiyəəhu liyəstaduhum misaqa fitrətihim." Buyurur, Allah onlar üçün peyğəmbərlər göndərdi. Onlar üçün peyğəmbərlər məbus etdi və öz peyğəmbərləri onlara doğru göndərdi. Nə üçün? Ta inki cəmaət öz fitri əhd peyman ki Allahla bağlamışdı, o fitri əhd peymanı onlardan tələb edir. Bu mənada ki, deyə Allah sizi yaratdıqda məsələn, sizin fitrətinizdə bunu qərar vermişdi, sizin vücudunuzda, zat-ı pakınızda ki, tək Allaha ibadət edin. Bunu onlardan tələb eləyə və yuzakkiruhum mənsiyyə ni'mətihi və unudulmuş nemətlər ki var idi, o unudulmuş nemətləri onlara yuzakkiruhum xatırlada və yəhtəccu əleyhum bit-təbliğ. Təbliğ vasitəsilə cəmaata dəlil sübutu bir daha xatırlada və deyə ki, bax bu daha qiyamətdə deməyin ki, Allah sizə peyğəmbər göndərmədi və Allah öz sözünü demədi. Buna deyirlər hüccəti tamam etmək, yəni dəlilləri, açıq-aşkar dəlilləri tamam etmək. Və yusiru ləhum dəfainəl uqul və onların ağıllarında gizlənən o gəncinələri, yəni o sərvətlər deyim, qiymətli şeyləri, ağılda gizlənən dəyərli şeyləri onlara təlimat vasitəsindən öyrədə və aşkara çıxarda və görürük ki, bütün zamanlarda Allahın bir özünə borc bildiyi bir vəzifədir ki, bütün peyğəmbərləri göndərib hər bir dövr və əsr üçün. Bu ayədə bir məsələ də bəhs olunur. İkinci nöqtə olaraq qeyd eləyək. O budur ki, Ruhul Qudus kimdir və nədir? Burada bir neçə nəzəriyyə var. Bir nəzəriyyə bundan ibarətdir ki, Ruhul Qudus Həzrəti Cəbrail mələkdir ki, Allah onu Həzrəti İsa əleyhissalamı təyid etmək üçün göndərmişdir. Qul nəzzələhu Ruhul Qudus min rabbikə bil-haqq. Nəhl surəsi ayə 102. Denən ki, nəzzələhu Ruhul Qudus min rabbikə bil-haqq. Ruhul Qudusu haqq olaraq Rəbbin tərəfindən sənə nazil olmuşdur. Nə üçün Ruhul Qudusa Ruhul Qudus deyirlər? Ruh ümumiyyətlə məlumdur ki, mələklərin mücərrəd bir varlıqdılar, bir hissələri ruhdan təşkil tapıb. Əl-Quddus, Quds mənası da paklıq və müqəddəs deməkdir. Yəni müqəddəs və pak mələk anlamına gəlir.
İkinci nəzəriyyə ki, burada bu mövzuda söylənilir, bu bundan ibarətdir ki, Ruhul Qudusdan məqsəd qeybi bir gücdür ki, İsa əleyhissalamı təyid edir və həmin bu sirli güc Allah tərəfindən ilahi kişilər, yəni peyğəmbərləri diri saxlamaq üçün, onları xəbərdar etmək üçün, məlumatlandırmaq üçün gəlibdir. Və buna Ruhul Qudusa aid mövzuları bir sıra ərəb şeirlərində də görürük ki, onların dilində də bu şeirlərdə Ruhul Qudus kəlməsi ifadə olunur. Üçüncü nəzəriyyə isə bundan ibarətdir ki, bəzi təfsirçilər deyir ki, Ruhul Qudus burada İncil mənasındadır. Yəni İncil kitabını Həzrəti İsa əleyhissalama göndərməklə biz onu təyin etdik. Əlbəttə ki, bu kitab Həzrət Ayətullahul Uzma Məkarim Şirazi ağanın təfsiridir. Onun nəzəri bundan ibarətdir ki, birinci və ikinci nəzəriyyə, yəni Ruhul Qudus Həzrəti Cəbrail olması və bir sıra qeybdən xəbərlər gəlib Həzrət İsanı təyid etmə mənası daha yaxşıdır. Müraciət etdikdə İncila, Qamus-i Kitab-ı Müqəddəs ki, İncil kitabının izahında, şərhində Ruhul Qudus kimə deyilir və məqsəd kimdir? Birinci nəzəriyyə, onların nəzərində bu təslis məsələsi var ki, üç Allahlıqdan söhbət gedir. Orada olan ruhdan söhbət gedir. Ata, oğul, ana, həmən o atadan söhbət gedir. Onların nəzərində ki, ona təsəlli verirdi Ruhul Qudus, Həzrəti İsa'ya təsəlli verirdi, həmişə onu kömək eləyirdi, qəbul eləyirdi, onu dərk eləyirdi, onu itaət və imana həvəsləndirirdi. Bu kimi nəzəriyyələr söylənilir və İncildə də bu cür nəql olunur. Ki, digər nəzəriyyə ki, xristianlar, məsihilər nəql eləyirlər, o bundan ibarətdir ki, bizim təfsirçilərin söylədiyi ikinci nəzəriyyə oxşuyur. O budur ki, yəni bir qeybi bir varlıq var idi ki, Həzrəti İsa əleyhissalamı təsdiq və təyid edirdi. Və burada üçüncü nöqtə olaraq Həzrəti İsa əleyhissalam xristianlar baxımında Ruhul Qudusun ki, Həzrəti İsanı təyid eləyirdi, kimdir? Bu nəzəriyyələri söylədik. Dördüncü nöqtə olaraq bu ayələrin altında Yəhudilərin bu bəhanəsindən işarə eləyən ayədir ki, bu ayə 88-ci ayədir. Burada Allah Teala buyurur ki, və qavlihim qulubuna qulf bəl təbəallahu aleyhim bi kufrihim fələ yu'minuna illə qalilə. Əlbəttə, bu oxuduğum ayə Nisa surəsi 155-ci ayədir ki, bu ayə ilə bir mənanı daşıyır. 88-ci ayədə buyururdu Allah Teala və qalu qulubuna qulf. Onlar dedilər ki, bizim qəlbimizi zincirlənib, paslanıbdır. Bəllə'anəhumullahu bi kufrihim fəqalilən ma yu'minun. Buna işarə eləmək istəyir ki, Yəhudilər ki, Mədinədə Peyğəmbərin müqabilində əks təbliğat aparırdılar onu qəbul etməmək üçün. Bəhanə də nə idi? Bəhanə də bu idi ki, bu Peyğəmbər Yəhudilərdən deyil. Əlbəttə, Yəhudilərdən də çox Peyğəmbərlər gəldi, öldürdülər və onları qəbul eləmədilər. Bu bəhanələri aparırlar, əks təbliğat aparırlar. Bunun nəticəsində təbii ki, onların qəlbləri paslanacaq, zincirlənəcək. Burada nöqtə bundan ibarətdir ki, onların qəlblərinin paslanmağı Allah tərəfindən deyil, onların qəlblərinin paslanmağı onların küfrü tərəfindəndir. Nəyə küfr elədilər? Həzrət Rəsulullahın peyğəmbərliyini bir halda ki, bilirdilər, onu dandılar və küfr elədilər. Nəticədə Allah dedi, bəllənəhumullah, Allah onlara lənət eləsin. Bu lənətin səbəbi onların qəlblərini ki, deyirdi, qəlbləriniz zincirlənib, onların o cümləsi əslində düzdür. Səbəbi Peyğəmbərə istihza etmək, onu qəbul etməmək idi ki, nəticəsində Allah Teala nöqtəni qoyur ki, sizin bu imansızlığınızın nəticəsində oldu ki, qəlbiniz zincirləndi. Keçid eləyirik 89-cu ayə və 90-cı ayə. 89-cu ayə və 90-cı ayə bizə nə deyir? وَلَمَّ جَاءَهُمْ كِتَابٌ مِنْ عِنْدِ اللَّهِ مُصَدِّقٌ لِمَا مَعَهُمْ وَكَانُوا مِنْ قَبْلِ
يَسْتَفْتَحُونَ عَلَى الَّذ۪ينَ كَفَرُوا فَلَمَّ جَاءَهُمْ مَا عَرَفُوا كَفَرُوا بِهِ فَلَعْنَةُ اللّٰهِ عَلَى الْكَافِرِينَ. O zaman ki Allah tərəfindən onlara bir kitab gəldi. Onlar peyğəmbərlərin nişanələri o kitabda var idi. Bunlar kitab gəlməmişdən öncə, məsələn, elə Qur'an-ı Kərimdə gəlməmişdən öncə, Tövrat gəlməmişdən öncə bunlar bir-birinə müştuluq verirdilər ki, məsələn, belə bir peyğəmbər gələcəkdir. Və bunlar neynədilər? Bunlar başladılar, elə bil özləri də tanıyırdılar peyğəmbərin gəlməyini. Bunlar başladılar peyğəmbər gəldikdən sonra onu danmağa və Allah da onları lənətlədi və dedi, Allahın lənəti olsun kafirlərə. 89-cu ayədə bu cür mövzusu, bəyanı budur və 90-cı ayədə buyurur, Bi'sə məştərəv bihi ənfusəhum ən yəkfuru bimə ənzəlallahu bəğyən ən yunəzzilallahu min fəzlihi ələ mən yeşəu min ibadihi fəbau bi qəzəbin ələ qəzəb və lil kafirin əzəbun muhin. Onlar pis ticarət elədilər. Özlərini pis ticarət müqabilində satdılar, dəyərsiz ticarət müqabilində satdılar. Allahın ayələrinin müqabilində, yəni Allah göndərdiyi ayələri qəbul eləmədilər. Özlərini daha pis ticarət müqabilində, pis şeylər müqabilində satdılar və kafir oldular. Və etiraz elədilər. Nə üçün Allah öz fəzlindən və etirazçı oldular. Və nə üçün Allah öz fəzlindən öz bəndələrini, belə deyək, bimə ənzəlallah və ən yunəzzilallahu min fəzli ələ mən yeşə. Allah da bunlara cavab olaraq deyir ki, Allah öz fəzlindən istədiyi bəndələrinə göndərir. Fəbau bi qəzəbin ələ qəzəb. Siz ki, özünüzü, imanınızı pis bir şey müqabilində satdınız, Allah bu dəyəri, bu fəzilət ki, verir bəndəsinə, o istədiyinə verir. Fəbau bi qəzəbin ələ qəzəb və lil kafirin əzabun muhin. Artıq bunlar Allahın qəzəbi üstünə bir də qəzəbə düçar oldular və Allah kafirlərə zəlil edici və xar edici əzab göndərəndir. Bu ayələrin 89 və 90-cı ayənin nazil olma səbəbi var ki, İmam Sadiq əleyhissalamdan nəql olunur ki, Yahudilər öz kitablarında Həzrəti Peyğəmbərimizin gəlişi haqqında xəbərdar idilər və bilirdilər ki, Peyğəmbər gəldikdə Eyr ya Ayr və Ohod dağı arasında, bu iki dağın arasında məskunlaşacaq. Bu da Mədinədir, Mədinə tərəfindədir. Bu Yahudilər başladılar öz yaşadıkları məntəqədən Mədinəyə doğru köç etməyə. Bir dəstəsi gəldi Həddad dağının yanında. Dedilər, bu həmən Ohod dağı olacaq. Bir neçə dəstə orada başladılar yaşamağa. Bəziləri Tima məntəqəsində yaşadılar, bəziləri Fədəkdə, bəziləri Xeybərdə ki, İslam tarixi bunları bizə nəql eləyir, yerləşdirdilər. O dəstə Yahudilər ki, Tima məntəqəsində getmək istəyirdilər, Tima məntəqəsində yaşayan qardaşlarından ki, görüş eləyələr. Bu zaman yoldan bir ərəb keçirdi bu dəvəsindən. Ticarət məqsədi ilə, musafir aparma məqsədi ilə bu Yahudilər dedilər ki, bizi apar, məsələn, gedək Tima məntəqəsində yaşayan qardaşlarımızla görüşək. Bugünün taksisi olaraq əcir elədilər və getdilər. Yola çatdıqda hərəkət eləməmiş bu ərəb dedi ki, mən sizi o məntəqəyə İr və Ohod dağı arasından aparacam. Bunlar elə eşitdilər və bildilər, başa düşdülər ki, elə bunların gəzdiyi yer. Dedilər, ora çatanda bizi xəbərdar elə. Bu ərəb gətirdi onları, İr və Ohod dağına çatdıqda onları xəbərdar elədi. Elə onlar orada düşdülər, dedilər, biz öz məqsədimizə çatmışıq. Oradan bir məktub yazdılar bu Tima məntəqəsində olan Yahudi dostlarına ki, biz artıq İr və Ohod dağının arasındayıq, buradayıq, siz də bura gəlin. Onlardan geri cavab gəldi ki, Peyğəmbərə vəd olunmuş torpaqlardır, orada yaşayacaq. Dedi, siz orada qalın, Peyğəmbər zuhur etdikdə bizi də xəbərdar eləyərsiniz və biz də köç edib gələrik ki, köç edib gələrik, orada məskunlaşarıq.
Bu dəstə yəhudilər orada qaldılar, yaşadılar. Ta o zamana kimi ki, bir sultan, Tubbə adında bir sultan ora gəldi. Bu məntəqədə biz yaşamalıyıq və siz buradan çıxmalısınız. Bu yəhudilərlə döyüş oldu. Bunlar qaçdılar, qalaya gizləndilər öz sığınacaqlarına. Sonra sultanla danışığa gəldilər. Sultan bunlara dedi, Tubbə dedi ki, çıxın bu məntəqəni tərk eləyin. Onlar dedi ki, qoyub biz sizə həqiqəti deyək, biz kitabımızda bir peyğəmbər zuhur eləyəcək, o bu məntəqədə yaşayacaq. Ona görə biz bura köç etmişik. Və o da dedi ki, əgər elədirsə, mən də özümdən 2 dənə tayfa, öz tayfamı burada qoyub gedirəm. Bir Ovs tayfası, bir Xəzrəc tayfasını orada qoydu getdi və dedi ki, bu 2 qəbilə, Ovs və Xəzrəc qəbiləsi burada yaşayacaqlar, ta Peyğəmbər gəlsin, məbus olsun. O zamanki Peyğəmbər gəldi, bu Ovs və Xəzrəc arasındakı İslam tarixində var, münaqişələr var idi, bütpərəstlik filan. Bunlar çevrildilər, oldu nə? Ənsar. Ənsarlar həmən Ovs və Xəzrəc tayfasından təşkil tapdılar, o məşhur Ənsar deyilən qəbilələr ki, onlar bura yerləşdilər. Yəhudilərin ümidləri var idi ki, onlar bu Ovs və Xəzrəci özlərinə cəlb eləyib, özlərinə çəkələr və bir müddətdə bu oldu, keçən bəhsimizdə qeyd etdik. Amma Peyğəmbər gəldikdə Yəhudilər deyil, gördülər ki, bu Peyğəmbər Yəhudilərdən deyil, ərəblərdəndir. Ovs və Xəzrəc onunla iftixar eləyir. Yəhudilər başladı yenə inadkarlığa və ləcbazlığa, ləclik eləməyə və qəbul etməməyə. Və gördülər ki, bu Peyğəmbəri bunlar belə deyək, qəbul etmirlər. Ovs, Xəzrəc daha tam özlərinə tabe elə bilmirlər. Ovs, Xəzrəc də Peyğəmbərin ərəb olduğuna iftixar elədi. Bunlar qeyd etdiyim kimi çevrildilər, oldular Ənsarlı. Bu Peyğəmbərin köməkçiləri və səhabələr də onların içərisindən başladı artmağa, Mədinədə olan səhabələr. Bu 2 ayənin, 89 və 90-cı ayənin nazil olma səbəbi bundan ibarət idi. Amma gəldikdə öz təfsirinə, bu ayələrin əsas təfsirdə olan nöqtələri nəyə işarədir və nədən bəhs eləyir? Təfsirdə bu nöqtə, qısa olaraq bunu təfsir olaraq bəyan eləyək, o bundan ibarət idi ki, Yahudilərin özü, diqqət eləyin bu məsələyə, Yahudilərin özü Peyğəmbərin təbliğçisi idi. Özləri öz təbliğ etdikləri mövzunu qəbul etməyib, özləri kafir oldular. Çox maraqlıdır. Özləri öz təbliğ etdiyi mövzuyu qəbul etməyib, kafir oldular. Bunu bugün bizim zamanımızla uyğunlaşdırdıqda görürükdür, pank-türkçülük məsələsi də eyni həmən Yahudiyyətin məsələsi, eyni özüdür və onların da müasir dünyada hiyləsidir. Yahudilər Peyğəmbəri niyə qəbul etmədilər? Ərəb olduğuna görə. Bugün türkçülük nəyə görədir? Millətçilik məsələsinə görə. Ərəbi, farsı qəbul eləmir. Eyni Yahudiyyətin məsələsidir. Ona görə ömrü uzun olmur. Təsəvvür eləyin, ağsaqqal kişidir və bir canavar kimi uluyur. Bu canavar kimi bunun ulamağı və yaxud əlinlə müxtəlif işarə tutmaları, bunların bir kökü, bir əsası yoxdur. Və bu sadəcə bunu bəyan eləyir ki, sən ağsaqqallıq sifətində bir heyvansan, üzr istəyirəm. Necə ki, o zaman Yahudilər o heyvanlığı gördülər. Və ona görə də görürsən ki, belə bir atalar sözü var Azərbaycan dilində, deyir, yalan ayaq tutar, amma yeriməz. Bu türkçülük, millətçilik məsələləri var, özləri yalandır. Əgər onun təbliğatına görə getsən, özü bir dəyər ola bilər yeri gəldikdə. Amma onun təbliğatı, belə deyək, hər dilin qorunması vacibdir. Amma bu şəkildə mən öz millətimdən başqa millət qəbul eləmirəm. Qeyd etdiyimiz kimi, İslam sadəcə imanı və təqvanı şərt bilir. Eyni Yahudilər kimidir, yəni pank-türklər də eyni Yahudi ideyası, Yahudi fikridir və hər kimdə, ərəbin özü də əgər bu ideyada olsa,
eyni Yəhudiyyətin ideyasıdır və qaynağı kökü qayıdır ora. Və budur ki, bunlar özləri təbliğ elədiyi Peyğəmbər mövzusu müqabilində özləri kafir oldular. Və ləmmə ca'ahum kitabun min indillah musaddiqun limə ma'hum və kanu min qəbli yəstəftəhunə aləl-ləzīnə kəfəru fələmmə ca'ahum ma arafu kəfəru bi. Mövzu nədir? O zaman ki, Allah onlara kitab göndərdi. O göndərdiyi kitab ki, Tövrat idi. Tövratda təsdiq eləyirdi nəyi, kimi? Peyğəmbəri təsdiq eləyirdi. Peyğəmbəri təsdiq eləyirdi. Bunlar Peyğəmbərin gəlişini müjduluq verirdilər. Amma Peyğəmbər gəldikdən sonra onu tanıdılar və onu kafir oldular, dandılar. Fələnətullah ələl kafirin. Və Allahın lənəti olsun kafirlərə. Və bunun nəyə müqabilində satdılar? Bi'sə məştərəv bihi ənfusuhum. Özlərini satdılar bəzi yalanlar milliyyətçilik müqabilində satdılar. Ən yəkfuru bima ənzəlallahu bəğiyən. Allahın nazil elədiyinə küfr elədilər. Və Allah deyir, öz dəyər və fəzilətini o kəsə nazil eləyir, istədiyi kəsə. Ən yunəzzilallahu min fəzlihi alə mən yəşə min ibadihi. İstədiyi kəsə nazil eləyir. Və odur ki, fəba'u bi qəzəbin əla qəzəbin və lil kafirinə əzabun mühin. Onlar Allahın qəzəbindən yenicə qurtarmışdılar. Bir də digər qəzaba nazil oldular ki, Allah xar eləyən əzabı onlara göndərir. Və digər bir nöqtəyə də işarə eləyək. Son olaraq o bundan ibarətdir. Ba'u bi qəzəbin əla qəzəb nə anlamına gəlir? Ki, hansı anlama gəlir? Bunlar bir dəfə Peyğəmbəri danmışdılar ki, onlara qəzəb gəlirdi. Sonra başladılar Peyğəmbərin təbliğinə. Təbliğ etdikdən sonra bir daha başladılar Peyğəmbəri danmağa. Bax, buna işarədir ki, fəba'u bi qəzəbin minallah, onlar Allahın qəzəbinə qayıtdılar. Əla qəzəbin, bir daha o digər bir qəzəbə qayıtdılar. Allah bir dəfə onları qəzəb eləmişdi, ikinci dəfə xar edici bir əzab göndərərək onlara qəzab elədi. Və odur ki, tarix boyu bunların əhd sındırma, peyman sındırma, bunlar Allahın əhdini belə deyək, əməl eləmədilər, o ki, qaldı adi insanların əhdinə. Və odur ki, müasir dünyada bunların iç üzünü bu gün yaşadığımız dövrdə Qəzza məsələsindən, İran məsələsindən və ərəb dövlətlərinə olan xəyanətindən və onların yanlış iddiaları, yalançı iddialarından bir daha onların hədəflərinin boş olduğunu göstərdi. Vəssalamu aleykum cəmiən və rəhmətullahi və barakatuhu.